hər kəsin ağlamaqdan oxuya bilmədiyi, amma mənim heç cür ağlaya bilmədiyim və təsirlənə bilmədiyim o kitabdan danışacağım. Soyadını deyə bilmədiyim Hanyanın Dəyərsiz Bir Həyat, A Little Life kitabından danışacağım. Nə yalan deyim, əsas hissələrə çatanda, bəli, biraz çətin oldu vərəqləmək, yəni biraz ağır oldu mövzu. Həm maraqlıydı, həm davamlı oxumaq istəyirdim, amma o hıçqıra-hıçqıra oxuyan insanlar kimi təəssüf ki, mən bu kitabı oxuya bilmədim. Halbuki belə çox təsiri görünürdü hər kəsdə. Hər kəs bu kitabın adını yazsaz, bütün ağlamalı postları görə bilərsiniz siz. Nəysə, indi isə keçək kitabın mövzusuna. Kitab bizə çox bacarıqlı, savadlı bir vəkil olan Cudun həyatı ilə başlayır. Cudun həyatı və onun müxtəlif insanlardan aldığı travmalar, işgəncələr və bunların öhdəsindən necə gəldiyindən, bəlkə də hələ də gələ bilmədiyindən danışır. Və bu kitabda da insan istismarı, kilsədə olan azyaşlı uşaqlara qarşı istismardan danışılır. Kitab ümumi olaraq dostluq, sevgi, etibar və həyat eşqi ilə bağlıdır.